Azərbaycan və İran nümayəndə heyətləri Zəngilanda və Naxçıvanda yol və elektroenergetika sahəsində birgə layihələrə baxış keçirdiblər. Bu barədə APAya Nazirlər Kabinetindən xəbər verilib. Azərbaycan Respublikası Baş Nazirinin müavini Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq elədiyi nümayəndə heyətləri İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baxış keçirdiblər. Qeyd olunub ki, Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin 2025-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır. Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil eləməklə bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək. Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin eləyəcək. Çin, Mərkəzi Asiya, Azərbaycan, İran, Türkiyə xəttini əhatə eləyən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək. Fars körfəzi ilə Qara dənizi birləşdirən həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış eləyəcək. Tikilən avtomobil yolu birinci texniki dərəcəyə malik olmaqla Ağbənd, Cəbrayıl, Ağdam, Yevlax, Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarını mümkün eləyəcək. Paralel olaraq təxminən bir il ərzində tamamlanması gözlənilən Ağbənd, Laçın, Kəlbəcər, Gəncə, Gürcüstan avtomobil marşrutu da bu şəbəkəyə əlavə olunacaq və regionun nəqliyyat logistika potensialının daha da artmasına töhfə verəcək. Layihələrin reallaşması ikitərəfli və regional nəqliyyat tranzit əlaqələrinin yükdaşımaların artırılmasına, logistik imkanların genişlənməsinə və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılmasına şərait yaradacaq.